Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xaçmazda 2 il öncə itkin düşən şəxsin qətlə yetirilməsinə dair hadisənin bəzi detalları üzə çıxıb. Xəbər verilir ki, araşdırmalar zamanı bəlli olur ki, Ərəssun Ələkbərov qeyd ki, az-sonra şərtidir, bir müddət əvvəl ailəsindən ayrılan və ona məxsus evdə şübhəli bilinən Samir Həsənov kirayəçi kimi yaşayıb. Belə ki, usta işləyən kirayəçi ev sahibini ov tüfəngi ilə qətlə yetirdikdən sonra cinayətin izini itirmək üçün ağlasılmaz üsulla əl atıb. O, meyidi evin həyətində basır və həmin yerin üzərində ittihamı inşa edir. Hadisədən sonra həmin şəxsin taleyi ilə maraqlanan şəxslərə isə kirayəçi yalan məlumatlar verir. O, ev sahibinin aliment borcları olduğu üçün hüquq mühafizə orqanlarından gizləndiyini iddia edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, öldürülən şəxs 3 il ərzində aliment ödəmədiyi üçün hüquq mühafizə orqanları tərəfindən axtarışda olub. Əməliyyat tədbirləri nəticəsində isə onun kirayəçi tərəfindən ov tüfəngi ilə qətlə yetirildiyi və meyitinin evin həyətində basdırıldığı izah çıxıb.